Salam əziz tələbələr, gəlin ümumi şəkildə zamanların izahına baxaq. Birinci hansı zamanın göstəricisi nədirsə ona baxaq qısa şəkildə. Sonra keçək uzlaşmalara, çünki əsas qəbula uzlaşmalar düşür. Deməli, birinci bizdə gəlir indiki sadə zaman. İndiki sadə zamanın formulu nədir? Mübtədə plus V1. V1 də demişdik nə idi yoldaşlar? V1, baxın bu cədvəldə göstərim. V1 baxın bu infinitiv yazılan hissənin altında gördüyünüz bütün bu feillərin hamısı V1 sayılır. İndiki sadə zamanın formulu da mübtədə plus V1'dir. İndiki sadə zaman ümumiyyətcə nə üçün istifadə olunur? Təkrarlanan, adət halını alan, plan və proqram üzrə qurulan, hər kəs tərəfindən bilinən reallıqları göstərmək üçün istifadə olunur indiki sadə zamandan. İndiki sadə zamanda üçüncü şəxsin təkində əsas feilin hansı ki dedik V1, sonuna S və IS artırırıq. Məsələn, birini göstərək. Baxın, she, üçüncü şəxsin təkində qadın cənsində işlədilmiş mübtədadır. Sonunda nə görürük? S görürük. She drinks coffee every morning. Və yoldaşlar, indiki sadə zamanın sualın və inkarı ilə düzəldirik? Do, does köməkçi feil vasitəsilə düzəldirik. Və üçüncü şəxsin təkində həmin bu gördüyümüz S sualında da, inkarında da düşəcək. Məsələn, dedik she drinks coffee every morning. Bunun sualı necə olacaq? Does she drink coffee every morning olacaq. Drink olacaq. Bu gördüyümüz S-i atacağıq. Və yaxud da inkarı necə olacaq? She doesn't drink olacaq. Yenə sonundakı S şəkilçisini atırıq və feili əvvəlki halına, yəni hansı halına qaytarırıq? Baxın, burada gördüyümüz V1 halına. Feili qaytarırıq V1 halına. Ümumiyyətcə, indiki sadə zaman dedik ki, sualı da, inkarı da do və doesla düzəlir. Bir dənə üçüncü şəxsin təkində doesdan istifadə edirik. Qalan bütün şəxslərdə do'dan istifadə olunur. İndiki sadə zamanın zaman zərfləri hansılardır? Always həmişə, usually adətən, often tez-tez, sometimes bəzən, rarely nadirən, seldom da nadir hallarda, never heç vaxt. Every plus zaman bildirən sözlər. Zaman bildirən sözlər nədir? Day, gün, week, həftə, year, il. Və yaxud da once, twice, thrice a week, thrice a day, həftədə bir dəfə, gündə bir dəfə. Və yaxud da frequently. Frequently də nəyə bərabərdir? Ofuna bərabərdir. İkisi də tez-tez deməkdir. Bir də burada time to time və occasionally var indiki sadə zamanda. Onlar da vaxtaşırı deməkdir. İndiki sadə zamanla bilməli olduğunuz bu qədərdir. Əsas onu bilin ki, üçüncü şəxsin təkində V1'in sonuna S artırırıq. Sualında da, inkarında da V1'imizi ilk halına, yəni S'i salırıq. Baxaq keçmiş sadə zamana. Keçmiş sadə zamanında formulu nədir? Mübtədə plus V2'dir. Burada da qarşımıza nə çıxır? V2. V2 də hansıdır? Gəlin həmin cədvəldə bir də baxaq. V2 cədvəldə gördüyümüz, baxın bu ikinci sıradakı gördüyünüz, bu hissədə gördüyünüz feillər bizim V2'miz sayılır. V2'ni necə düzəldirik yoldaşlar? Əgər feilimiz qaydalı feildirsə, sonuna id şəkilçisini artırırıq. Əgər feilimiz qaydasız feildirsə, kökündən dəyişdirəcəyik. Məsələn, bir dənə qaydalı feil yazsa, tutaq ki, she played deyirik də, düzdür. Play qaydalı feil olduğuna görə sonuna nə artırırıq? İdi artırırıq. Amma məsələn, write feilini götürsək. Write necə feildir? Qaydasız feildir. Buna görə necə dəyişdirəcəyik? Kökündən she wrote olacaq. O yazdı. Və yoldaşlar, keçmiş sadə zaman, keçmişdə baş verən hərəkətləri göstərmək üçün istifadə olunur. Bunun sualını da, inkarını da did köməkçi feili ilə düzəldirik. Sualında və inkarını dedik, did köməkçi feili ilə düzəldirik və did köməkçi feilindən sonra V2'ni yenə V1'ə çeviririk. Məsələn, burada dediyi she played. She played'in sualı necə olacaq? Did she play olacaq. Yəni, V2'miz nəyə çevriləcək? V1'ə çevriləcək. İdisini atacağıq. Və yaxud da kökündən dəyişdirdiyimiz çönüb nə olacaq? Right olacaq. İlk halına qayıdacaq. İndi bir-iki dənə cümlələrə baxaq. Məsələn, they failed the interview. Onlar deyir müsahibədən kəsildilər. İndi bunun inkarı necə olacaq? Baxın bu hissədə. They didn't fail the interview. Buradakı idimizi atdıq inkarda. Necə oldu? Fail oldu. Bunun sualında necə olacaq? Baxın bu hissədə. Did they fail the interview? Yenə feilimizin sonundakı idini sualda atırıq. Bir növ düşünün ki, bu did həmin o feildəki idini alır ondan. Sonra uşaqlar, used to plus V1.
Used to plus V1 əgər xatırlayırsınızsa dərsdə bunun sinonimində demişdik. Ümumiyyətcə used to nə deməkdir? Təkrarlanan və ya vərdiş olunan hərəkətləri göstərmək üçün istifadə olunur. Biz də bir dənə vərdiş etmək feili keçmişdik. O nə idi? To be accustomed to something. Nəyəsə vərdiş eləmək. Bəzən sizə suallarda düşür cümlənin ekvivalentini tapmaq. Əgər həmin cümlədə used to gördünüzsə, həmin o used to-nu bu accustomed to feili ilə də sinonim kimi götürə bilərsiniz. Used to deməli, məsələn, baxaq birinci cümləyə, bu hissəyə. I used to go picnic when I was a child. Deyir ki, mən uşaq olanda, buradakı when anda mənasını verir. Mən uşaq olanda nəyə vərdiş etmişdim? Piknikə getməyə vərdiş etmişdim. Bunun yoldaşlar keçmiş sadə zamanın sualında və inkarında heç bir fərqi olmur. İnkarında yenə didlə düzəldirsiniz. Baxın, didn't use olur. Used'un sonundakı idini yenə atırsınız. Sualında da yenə olacaq. Did I used to go picnic olacaq. Did I use to go picnic. Yenə used'un sonundakı idini atırsınız, olur sual. O birilərinin heç bir fərqi yoxdur. Bir də keçmiş sadə zamanda nə var yoldaşlar? Tarixi faktlardan, kəşflərdən danışarkən də keçmiş sadə zamandan istifadə olunur. Məsələn, deyir Nizami Gəncəvi wrote the Xəmsə. Nizami Gəncəvi Xəmsəni yazdı. Bu tarixi fakt olduğuna görə keçmiş sadə zamandır. Və yaxud da Columb discovered the America. Columb Amerikanı kəşf etdi. Bu da olacaq keçmiş sadə zaman. Niyə? Çünki kəşfdən söhbət gedir. Keçmiş sadə zamanın zaman zərfləri hansılardır? Bəziləri indiki sadə zamanla təkrardır. Bir də yeni burada nə var? Last plus zaman bildirən sözlər. Last nədir? Keçən, ötən. İndiki sadə zamanda dedik ki, everydir. Burada da nədir? Last. Last day, last week, last year, keçən gün, keçən həftə, keçən il. Sonra var yesterday, dünən. The day before yesterday, sırağa gün. 2 days ago, 2 gün əvvəl. Ümumiyyətcə ago ilə işlənən feillərin hamısı, zaman zərflərinin hamısı keçmiş sadə zamandır. In the past, keçmişdə. In childhood, uşaqlıqda. In the middle age, orta əsrlərdə. In the early age, erkən əsrlərdə. Once upon a time, bir zamanlar. In 1990s, 1990-cı illərdə. Bu tipli zaman zərflərini harda gördüksə, deməli söhbət nədən gedir? Keçmiş sadə zamandan gedir. Məsələn, cümləyə baxsaq, biz bayaq always-i nə kimi götürmüşdük? İndiki sadə zaman zərfi kimi. Amma biz bunu keçmiş sadə zamanda da istifadə edə bilərik. Heç bir problem yoxdur. Deyir, he was always late for the lesson. Həmişə dərsə gecikirdi. Və yaxud da burada last year-dən tuta bilərsiniz ki, keçmiş sadə zamandır. Sonra burada 2 days ago var. 2 gün əvvəl keçmiş sadə zamandan söhbət gedir. Bir də burada bizdə nə var? Gələcək sadə zaman. Gələcək sadə zamanda bayaq baxdığımız sadə zamanlarda nə ilə fərqlənəcək? İşləndiyi köməkçi feillərlə shall və will plus V1 şəklində düzəlir gələcək sadə zamanımız. Gələcək sadə zamanda gələcəkdə baş verən hərəkətləri göstərmək üçün istifadə olunur. İnkarında shall olacaq shan't qısa şəkildə, will olacaq won't qısa şəkildə. Məsələn, baxaq, we shall go to Zaqatala next month. Gələn ay Zaqatalaya gedəcəyik. Yenə sualında nə edəcəyik? Shall keçirəcəyik cümlənin əvvəlinə. İnkarında necə eləyəcəyik? Baxın burada, we shan't go to the Zaqatala next month. Shall eləyəcəyik, shan't olacaq inkarı. Sualında da olacaq, shall keçiririk. Baxın, cümlənin əvvəlinə olur sual. Bir də yoldaşlar, bilmirəm, xatırlayırsınız yoxsa, abituriyent vaxtı keçilirdi bu to be going to ifadəsi. To be going to nə göstərmək üçün istifadə olunur? Qısa zaman ərzində görülməsi planlaşdırılan hərəkətləri göstərmək üçün istifadə olunur. Məsələn, deyirik ki, I am going to meet my friends after lesson. Deyir ki, mən dərsdən sonra dostlarımla görüşməyi planlayıram. Bu şəkildə tərcümə olunur. Yenə sualında nə olacaq? Bizim burada köməkçi feilimiz nədir? Am. Əmi keçirik cümlənin əvvəlinə, olur sual. Əmdən sonra artırıq not, olur inkar. Məsələn, burada she is going to help her mother tonight. O bu axşam, deyir, bu gecə anasına kömək eləməyi planlayır. Sualında necə olur? Baxın, izi keçirir cümlənin əvvəlinə. İnkarda necə olur? İzdən sonra not artırır, olur inkar. Sonra baxaq, gələcək sadə zamanın zaman zərflərinə. Yenə deyir ki, indiki sadə zamanla işlənən, gələcək sadə zamanla da işlənir. Bir də burada var, next plus zaman bildirən sözlər. Next nədir? Növbəti, gələn. Next week olar, next day olar, next month, gələn həftə, gələn ay, gələn il və yaxud tomorrow, sabah, the day after tomorrow, birisi gün, soon tezliklə, tonight bu gecə, in the future gələcəkdə,
Bu tipli zaman zərflərini harda gördüksə, deməli söhbət nədən gedir? Gələcək sadə zamandan gedir. Məsələn, baxın burada next week var, növbəti həftə. Deyək ki, biz önəmli sənədləri növbəti həftə göndərəcəyik. Bu növbəti həftədən siz tutarsınız ki, söhbət nədən gedir? Gələcək sadə zamandan. Və yaxud tomorrow, sabah, söhbət nədən gedir? Gələcək sadə zamandan. Bir də yoldaşlar, bizdə var keçmişə nəzərən gələcək zaman. Keçmişə nəzərən gələcək zaman nədir? Keçmişdə gələcəklə bağlı deyilən fikir və ya görülən hərəkətləri göstərmək üçün istifadə olunur. Məsələn, tutaq ki, siz iyulda magistra qəbul olsanız, qəbul olanda inşallah deyəcəksiniz ki, mən sentyabrda planlayırdım ki, magistra qəbul olacağım. Siz bunu keçmişdə planlamışsınız, amma gələcək yönümlü olduğuna görə söhbət keçmişə nəzərən gələcək zamandan gedir. Keçmişə nəzərən gələcək zaman necə düzəlir? Mübtədə plus should, would plus V1. Bizim əsas göstəricimiz should və woulddur burada. Məsələn, deyir ki, he said that, o dedi ki, he would win in the competition. Yarışda qalib gələcək. Keçmişdə deyib, amma gələcək yönümlü olduğuna görə söhbət nədən gedir? Keçmişə nəzərən gələcək zamandan. Və yaxud da, if he didn't help me, əgər o mənə kömək etməsəydi, I wouldn't find the correct answer. Düzgün cavabı tapmayacaqdım. Söhbət keçmişdə olduğuna görə olur keçmişə nəzərən gələcək zaman. Yenə eyni qaydada, sualında da, inkarında da should, would köməkçi feillərindən istifadə edirik. Sualında would-u keçirik cümlənin əvvəlinə, inkarında da would-dan sonra nə artıracaq? Yenə not artıracaq, olacaq inkar. Sonra baxaq yoldaşlar nəyə? Sadə zamanların uzlaşmasına. Sadə zamanların uzlaşması şərt budaq cümləsi. Şərt budaq cümləsini biz nə ilə düzəldirik? If və unless bağlayıcılarla düzəldirik. Unless sizə tanışdır. Biz unless-i negativ cümlələrdə, inkar cümlələrində keçmişdik. Demişdik ki, unless olan cümlədə unless-dən sonra nə olmaz? Not olmaz. Çünki niyə? Unless sözü nə bildirir? İnkarlıq bildirir. Və necə tərcümə olunurdu? Madıqca, mədikcə kimi tərcümə olunurdu. Və yoldaşlar, baxın, burada deyir ki, bağlayıcıdan sonraki cümlə nə adlanır? Budaq cümlə adlanır. Və budaq cümlədə biz nə istifadə edə bilmərik? Gələcək və bitmiş zamanları istifadə edə bilmərik. Bu qaydanı yadınızda saxlayın. Harda ki, budaq cümlədə gələcək və bitmiş zaman gördünüz, həmin variant avtomatik çıxırsınız. Budaq cümlədə dediyi hansı cümlədir? Bağlayıcıdan sonraki cümlə. Bağlayıcılarımızda baxın, if ilə unless-dir, düzdür. Bundan bu tərəfdəki cümlə nə adlanır? Budaq cümlə adlanır. Və baş cümlə ilə də budaq cümlənin yerini dəyişdirə bilərsiniz. Onu example-larda baxacağıq. Məsələn, deyir ki, əgər if-dən və unless-dən sonra indiki sadə zaman gəlibsə, özündən əvvəl nə gəlir? Özündən əvvəl ya indiki sadə zaman gəlir, ya da gələcək sadə zaman gəlir. Amma əgər if-dən və unless-dən sonra keçmiş sadə zaman gəlibsə, özündən əvvəl nə gələcək? Bayaq baxdığımız keçmişə nəzərən gələcək zaman. Keçmişə nəzərən gələcək zamanda nə idi? Should, would-dan düzələn idi. İndi baxaq. Baxın, if. Cümləmiz if ilə başlayıb. Dedik, if-dən sonra nə gəlir? Ya indiki sadə zaman gəlir, ya da nə gəlir? Keçmiş sadə zaman gəlir. Burada nə gəlib? Comes. Feilimizin sonunda s var. Deməli, söhbət hansı zamandan gedir? İndiki sadə zamandan. Əgər indiki sadə zaman gəlibsə, digər tərəfi nə olacaq? Ya indiki sadə, ya da gələcək sadə. Baxın, will go. Will go hansı zamandır? Gələcək sadə zaman. Və yaxud da baxın, if-i ortada işlədib. If ortadadır. If-dən sonra, if-dən sağda hansı zaman gəlib? İndiki sadə zaman. İndiki sadə zaman gəlibsə, özündən əvvəl də yenə gələcək. Ya indiki sadə, ya da gələcək sadə zaman gələcək. Dedik ki, baş cümlə ilə budaq cümlənin də yerini dəyişdirə bilərik. Baxın, burada bizim budaq cümləmiz nədir? Bu if-dən sonraki hissədir, düzdür? Siz bu if-dən sonraki hissəni gətirib, baxın, bu əvvələ ata bilərsiniz. Məsələn, if John doesn't study well, sonra bu cümləmiz. He will not pass an exam. Yəni, problem yoxdur, onu demək istəyirdi. Bunu da bayaq dedik, unless inkarlıq bildirir. Unless-dən sonraki cümlədə inkar sözü işlənməz. Və məsələn, unless she accept our proposal. Proposal nədir? Təklif. Deyir ki, o bizim təklifimizi qəbul etmədikcə. Budaq cümləmiz hansı zamandadır? İndiki sadə zamanda. İndiki sadədirsə, digər tərəf nə olacaq? Gələcək zaman. We will have to change the decision. Biz qərarı dəyişdirməli olacağıq. Yenə, unless-i tutaq ki, lap ortada işlədir. Unless-dən sonraki cümlə hansı zamandır? İndiki sadə zaman. Özündən əvvəl nə gəlib? Gələcək sadə zaman.
Və yaxud da deyir if I were you. If I were you nə deməkdir? Sənin yerində olsaydım. Normalda biz demişdik ki, I nə ilə işlənir? Was-la. Amma bu birləşmə şəklindədir. Olur if I were you. Sənin yerində olsaydım. Baş cümləmiz, daha doğrusu budaq cümləmiz, bağlayıcıdan sonraki cümləmiz hansı zamandadır? Keçmiş sadə zamanda. Deməli, keçmiş sadədə demişdik özündən əvvəlinə gəlir. Keçmişə nəzərən gələcək zaman. I would make a right choice. Sənin yerində olsaydım, düzgün seçim edərdim. Və yaxud da if ortada işlətsə. If you helped me, mənə kömək etsəydin, I would score more than 90. Mən deyir 90-dan çox yığardım. Özündən sonra gəlib keçmiş sadə zaman, özündən əvvəl gəlib keçmişə nəzərən gələcək zaman. Qaydası bundan ibarətdir. Sonra nəyə baxırıq yoldaşlar? Zaman budaq cümləsinə. Zaman budaq cümləsi qəbula ən çox düşən suallardan biridir. Ümumiyyətcə zaman budaq cümləsində bayaq dediyimiz söz buna da aiddir. Bağlayıcıdan sonraki cümlə nə adlanır dedik? Budaq cümlə adlanır və budaq cümlədə yenə gələcək və bitmiş zamanlardan istifadə edə bilməyik. Baş cümlə ilə də budaq cümlənin yerini burada da dəyişdirə bilərik. Zaman budaq cümləsi nə ilə düzəlir? When, anda, əndə və yaxud nə vaxt ki, after, sonra, till, until, qədər, as soon as kimi və yaxud da on, ən kimi tərcümə olunur. Before da əvvəl kimi tərcümə olunur. Əgər burada gördüyünüz bağlayıcılardan sonra indiki sadə zaman gəlibsə, özündən əvvəl gələcək ya indiki ya da gələcək sadə zaman. Amma əgər burada gördüyünüz bağlayıcılardan sonra keçmiş sadə zaman gəlirsə, özündən əvvəl gələ bilər keçmiş zamanlar. Bir dənə istisnamız nədir? Bu dediyimiz keçmiş zamanlara, bayaq baxdığımız keçmişə nəzərən gələcək zaman aid deyil. Yəni should, would-u bu gördüyünüz bağlayıcılardan əvvəl işlədə bilməzsiniz. İndi gəlin baxaq misallara. Baxın, when-dən sonra. Ümumiyyətcə yoldaşlar, when-i görmüşkən sizə when haqqında bir şey deyim. When-dən sonra when olan cümlədə when plus bitmiş zamanlar və gələcək zaman istifadə olunmaz. Hansı variantda when-dən sonra bitmiş və gələcək zamanları gördünüzsə, həmin variantları çıxırsınız. Bu həmçinin aiddir. As soon as-ə, as soon as-dən sonramdır bitmiş zaman istifadə olmaz. Before-dan sonramdır. Harda görsək çıxırıq. Məsələn, baxaq. When I get on the bus. Mən avtobusa minəndə. I get hansı zamandır? İndiki sadə zaman. İndiki sadədirsə, deməli digər tərəfimiz nə olacaq? Baxın, burada dedik. Ya indiki ya da gələcək sadə. Baxın, həm gələcək sadə olur, həm də indiki zaman. Deyək ki, mən avtobusa minəndə sürücü məndən biletimi soruşacaq. Sürücü məndən biletimi soruşur. Hər ikisi istifadə olunur. Və yaxud da as soon as ortada işlədir. As soon as-dən sonraki feilimiz hansı zamandadır? Wakes up, indiki sadə zamanda. İndiki sadə zamandadırsa özündən əvvəlinə gəlir. Gələcək sadə zaman. Və yaxud da after'a baxaq. After'dan sonra gəldi nə? İndiki sadə zaman. Özündən əvvəlinə gəlib gələcək sadə zaman. Və yaxud da till'a baxaq. I got hansı zamandır bu? Keçmiş sadə zaman. Özündən əvvəl də yenə nə gəldi? Keçmiş sadə zaman. Keçmiş, hər iki tərəfi keçmiş. Və yaxud da before. Before I made a decision. Mən qərar qəbul etməzdən əvvəl. I made. Keçmiş sadə zaman. Özündən sonra nə gəlib? Yenə keçmiş sadə zaman. Ümumiyyətcə yoldaşlar, yadınızda saxlayın ki, zamanlarda həmişə indiki ya indiki ilə uzlaşır, ya da gələcək zamanla uzlaşır. Keçmişdə həmişə keçmişlərlə uzlaşır. Əgər siz variantda görsəz ki, indikini keçmişlə uzlaşdırıb, keçmişi gələcəklə uzlaşdırıb, həmin variantı cümləyə baxmadan silə bilərsiniz, çıxdaş edə bilərsiniz. Sonra burada bizim nəyimiz var? Davam edici zamanlarımız. Davam edici zamanlar sadə zamanlardan daha çox düşür. Davam edici zaman nədir? Danışıq anında davam edən hərəkətləri göstərmək üçün istifadə olunur. Davam edici zamanımız necə düzəlir? Yenə birinci gəlir mübtəda. Mübtədən sonra əmizar. Sonra da V1 plus ing. V1'i dedik, həmin o cədvəldə birinci sırada olan feillərimizə. Özündən sonra ing artırıq, olur indiki davam edici zaman. Məsələn, baxın, bir dənə mübtəda yazıq. Tutaq ki, she. She nə ilə işlənir? Is-lə. She is. Özündən sonra bir dənə V1 plus ing reading. She is reading. Baxın, formulu budur, uzun göründüyünə baxmayın. She mübtədamız. Is köməkçi feilimiz. Read V1, ing də burada. V1 plus ing bu deməkdir yəni.
Sualında da, inkarında da əmizarı keçirik cümlənin əvvəlinə olur sual. Əmizardan sonra not artırıq olur inkar. Məsələn, they are talking in the corridor now. Onlar indi koridorda söhbət edirlər, danışırlar. Sualı necə olacaq? Are they talking in the corridor? Are keçirir cümlənin əvvəlinə. İnkarı necə olacaq? They are not talking in the corridor now. Baxın bu hissədə. Ardan sonra nə artırıq? Not artırıq olur inkar. İnkarının sualı necə olacaq? Are notu bir yerdə, baxın bir yerdə. Keçirirsiniz cümlənin əvvəlinə olur inkarı. Söz sırasını dəyişmirsiniz. Bir dənə köməkçi feili atırsınız qabağa, olur inkar. Bir də yoldaşlar, davam edici zamanlarda bilməli olduğunuz nədir? Hiss və duyğu bildirən sözləri, baxın burada qeyd olunub, hiss və duyğu bildirən feilləri davam edici zamanda istifadə edə bilməzsiniz. Onlar hansılardır? Remember xatırlamaq, recognize tanımaq, believe inanmaq, understand başa düşmək, like xoşlamaq, love sevmək, hate hörmət etmək, respect, daha doğrusu hate nifrət, respect hörmət etmək, suppose güman etmək, feel hiss etmək, know bilmək, want istəmək. Bu sırada gördüyünüz feillərin heç birini davam edici zamanda istifadə edə bilməzsiniz. Zaman zərfləri now, indi, at the present, at the moment, hal-hazırda, still, hələ də, right now, bu dəqiqə, presentli də hal-hazırda. Bu gördüyünüz zaman zərflərdə nə də işlənir? İndiki davam edici zamanda işlənir. İndiki davam edici zamandan sonra da nə gəlir? Keçmiş davam edici zaman. Keçmiş davam edici zaman yenə indiki davam edicidə nə ilə fərqlənəcək? Bu da keçmişdə davam edən hərəkətləri göstərmək üçün istifadə olunur. Orada əmizarla düzəldirdik. Burada da was were ilə düzəldəcəyik. Was were birlikdə keçmişi bildirir. Yenə özündən sonra V1 plus ing yazacağıq. Sualında da, inkarında da was-u və were cümlənin əvvəlinə keçirəcəyik. İnkarda da was-dan və were-dən sonra not artıracağıq. Məsələn, I was sleeping at 2 o'clock yesterday. Dünən saat 2-də yatırdım. Sualı necə olacaq? Was-u keçirik cümlənin əvvəlinə. İnkarında da was-dan sonra not artıracağıq. Olacaq nə? İnkarı. Baxaq bunun zaman zərflərinə. Zaman zərfləri hansılardır? At that time, at that moment yesterday. Dünən bu vaxtı. At 2 o'clock yesterday. Dünən saat 2-də. The whole day yesterday. Dünən bütün gün. All day long yesterday. Dünən bütün gün. From 2 to 6 yesterday. Dünən saat 2-dən 6-ya qədər. Bunlar hamısı keçmiş davam edici zamanın zaman zərfləridir. Keçmiş davam edici zamanda uzlaşma düzəldərkən nədən istifadə edirik? While-dan və when-dən. Bir də burada qeyd olunub ki, when while-ı həmişə əvəz edə bilər, amma while when-i həmişə əvəz edə bilməz. O nə deməkdir yoldaşlar? While-ın və when-in hər ikisinin anda, əndə mənası var. Anda, əndə və yaxud da arkan, erkən mənası var. While həmişə bu mənanı verir. Anda, əndə, arkan, erkən mənasını verir. Amma when-in həm də nə mənası var? Nə vaxt ki mənası var. Buna görə while when-i həmişə əvəz edə bilmir. While ortada işlənəndə, while bağlayıcımız ortada işlənəndə, əgər özündən sonra keçmiş davam edici və yaxud da keçmiş sadə zaman gəlibsə, yenə özündən əvvəl sadə də gələ bilər, davam edici də gələ bilər. İndiki də işlənibsə, indiki davam edici və yaxud indiki sadə, özündən əvvəl yenə ya indiki sadə gələcək, ya da indiki davam edici zaman. Bir tərəfi davam edici, digər tərəfi sadə ola bilər. Hər iki tərəfi davam edici də ola bilər. Hər iki tərəfi sadə də ola bilər. Yetər ki, while gördüyünüz cümlədə ya hər iki tərəfimiz keçmiş olmalıdır, ya da hər iki tərəfimiz indiki olmalıdır. Davam edici və sadə zamanlardan gedir söhbət. Məsələn, baxaq. While işləndə ortada. While-dan sonraki cümləmiz hansı zamandadır? They were reading. Bayaq baxdıq buna. They were reading hansı zamandır? Keçmiş davam edici zaman. Bu hissəmiz keçmiş davam edicidir. Bu hissəmiz də keçmiş davam edicidir. Uzlaşma pozulmayıb. Və yaxud da baxaq bu hissə. While-dan sonraki cümləmiz hansı zamandır? I am listening. Hal-hazırda qulaq asıram. İndiki davam edici zaman. Özündən əvvəlki cümlə hansı zamandadır? İndiki sadə zamanda. Baxın, bir tərəfi oldu davam edici, I am listening. Bir tərəfi nə oldu? Watch, indiki sadə zaman. Yenə yoldaşlar, while-dan sonra bitmiş və gələcək zamanlardan istifadə olunmaz. Harda görsə səhvdir. Bunu biz həm də nəyə aid elədik? When-ə aid elədik. When-dən və while-dan sonra bitmiş və gələcək zamanlar istifadə olunmur. Bir də burada bizdə var gələcək davam edici zaman. Gələcək davam edici zaman düzəltmək üçün yenə nəyi dəyişdirəcəyik? Köməkçi feillərimiz shall və will ilə düzəlir. Yalnız burada be də var. Shall be və will be ilə düzəlir. Özündən sonra da yenə V1 plus ing qoyacağıq. Gələcəkdə
müəyyən bir vaxtda davam eləyəcək hadisələri göstərmək üçün istifadə olunur. Sualı və inkarı shall-will köməkçi feillərlə düzəlir. Sualda shall will keçirik cümlənin əvvəlinə, inkarında da shall-dən willdən sonra not artırıq. Məsələn, they will be doing sport at this time tomorrow. At this time tomorrow yəni sabah bu vaxtı onlar idman eləyir olacaq. Sualı necə olacaq? Will'i keçirdik cümlənin əvvəlinə. Will they be doing sport at this time tomorrow? Bu be-ni yaddan çıxarmayın. Bir də ki, yoldaşlar, baxın burada will be yan-yana işlənib. Təsdiq cümləmizdə will be yan-yana işlənib. Amma sualda nə edib? Will'i və be-ni bir-birindən ayırır, mübtədanı atır ortaya. Bunu yadınızda saxlayın. İnkarı necə olacaq? They will not be doing sport at this time tomorrow. Yenə will not be və yaxud da won't be yaza bilərik qısa şəkildə. Bayaq will'in inkarını belə görmüşdük. Zaman zərfləri. At 2 o'clock tomorrow, sabah saat 10-da. At this moment tomorrow, at present tomorrow, sabah bu vaxtı. At midnight, gecə yarısı. At noon, günorta. All day long, bütün gün. All day evening tomorrow, sabah bütün axşam. Bu hissədə gördüyünüz bütün zaman zərflərinin hamısı gələcək davam edici zamanın zaman zərfləridir. İndi nəyə baxırıq? Bitmiş zamanlara baxırıq. Bitmiş zaman, indiki bitmiş zaman necə düzəlir? Mübtədadan sonra have, has, sonra V3 formasında olur. Gəlin həmin cədvəldə baxaq V3 nə deməkdir? V3 baxın yoldaşlar, hansıdır? Bu PDF-i mən sizə atmışam. V3-də baxın, bu past participle yazılan hissə. Burada gördüklərimizin hamısı da V3-dür. Bitmiş zamanı bu üçüncü hissədə gördüyünüz feillərlə düzəldirik. İndi baxaq, indiki bitmiş zaman nədir? İndiki bitmiş zaman keçmişdə olub bitən, amma nəticəsi indidə qalan hərəkətləri göstərmək üçün istifadə olunur. Sualı və inkarı have-has köməkçi feilləri ilə düzəlir. Məsələn, he has combed his hair. He has combed his hair nə deməkdir? O saçını daramışdı. Darayıb, daha doğrusu, darayıb. He looks handsome. Baxın, saçını daramağı olub bitib. O saçını darayıb. Amma nəticəsi hələ də göz qabağındadır. Deyir, he looks handsome. Yaraşıqlı görünür. Bu hissəsi olub bitib, amma nəticəsi nədir? Yaraşıqlı görünmək. Bitmiş zaman o demək. Və yaxud da I have passed an exam. Mən imtahandan keçmişəm. Bu hadisəmiz olub bitib, amma nəticəsi göz qabağındadır. I am very happy. Mən xoşbəxtəm. Sualı necə olur? Həzi keçirdi cümlənin əvvəlini. Has he combed his hair? İnkarı necə olacaq? He hasn't combed his hair. Və yoldaşlar, burada yadınızda saxlayın ki, bu feilin sonundakı idi düşmür. İdini sualda da inkarda da saxlayırsınız. Ancaq harda düşürürdük onu? Keçmiş sadə zamanda düşürürdük. O bura aid deyil. İnkarının sualı necə olur? Hasn't he combed his hair? Has not-u keçirik cümlənin əvvəlinə. Deməli, indiki bitmiş zamanın zaman zərfləri hansılardır? Today və yaxud da this plus zaman bildirən sözlər. Yenə zaman bildirən sözlər hansılar idi? This month olar, bu ay, this morning olar, bu səhər, this year, bu il. Bunların hamısı keçmiş sadə, daha doğrusu indiki bitmiş zamanda istifadə olunur. Məsələn, I have visited my family this month. Bu ay ailəmi ziyarət etmişəm. Sualı necə olacaq? Have I visited my family? İnkarı necə olacaq? I have not visited my family. Və yaxud baxın burada this week. Bu həftə futbol oynamışıq. She has seen her granny today. Today. Bugün nənəsini görüb. Bir də yoldaşlar, burada bizim qeydimiz var. Deyir ki, today və this plus zaman bildirən sözlərin qarşısında dəqiq zaman zərfləri in, on və at işlənsə, həmin yerdə bitmiş zamanın əvəzinə nədən istifadə edirik? Sadə zamanlardan istifadə edirik. O nə deməkdir? Ya keçmiş sadədən, ya da gələcək sadədən. Nə deməkdir? Baxın, biz dedik ki, normalda today hansı zamanın zaman zərfidir? Bax, burada baxdıq. Today indiki bitmiş zamanın zaman zərfidir. Amma baxın, qarşısında nə var? At 2 o'clock, saat 2-də. At 2 o'clock nə bildirir? Dəqiqlik bildirmir. Deyir ki, bugün saat 2-də o nənəsini gördü. Əgər biz buradakı at 2 o'clock-u götürsəydik, onda cümləmiz necə olacaqdı? Today özü təklikdə hansı zamandır? İndiki bitmiş zaman. Onda deməli cümləmiz necə olacaqdı? She has seen her granny today olacaqdı. Amma sırf qarşısında bu dəqiqlik bildirən zaman zərfimiz olduğuna görə bitmiş zamanı çevirib eləyirik keçmiş sadə zaman. Və yaxud da we played football on Friday this week. Normalda this plus zaman bildirən söz hansı zamandır? İndiki bitmiş zamandır. Amma qarşısına baxın nə var? On Friday. 5-ci gün.
5-ci gün dəqiqlik bildirdiyinə görə, baxın 10 plus zaman bildirən söz olduğuna görə dəyişib nə eləyib? Keçmiş sadə zaman. Yenə bu on Friday buradan götürsəydik necə olacaqdı? We have played olacaqdı. Biz oynamışıq. This week. Bu həftə futbol oynamışıq olacaqdı. Amma sırf bu qabağında dəqiqlik bildirən zaman zərfimiz olduğuna görə dəyişib eləyirik nə? Keçmiş sadə zaman. Ümumiyyətcə zaman zərfləri hansılardır? Already artıq, just indicə, never heç vaxt, evədə heç vaxt, yet hələ artıq, lately son zamanlarda, daha tezliklə, recently son zamanlarda, many several times da çox dəfəni bildirir. Bir də yoldaşlar burada bizim since-lə for-un fərqinə baxırıq. Since deyir ki, hərəkətin başlanğıcını göstərir, for da hərəkətin nə qədər davam etdiyini göstərir. Buna sadə şəkildə nəyi misal gətirə bilərik? Məsələn, mən deyirəm ki, mən sizi sentyabrdan bəri tanıyıram. Onda olacaq nə? Since olacaq. Since september. Amma əgər mən desəm ki, sizi 2 aydır tanıyıram, onda nə olacaq? For plus zaman bildirən söz. For 2 months olacaq. Çünki sentyabrdan bəri tanımağım mənim hərəkətimin başlanğıcını göstərir. Amma 2 aydır tanımağım nəyi göstərir? Hərəkətimin nə qədər müddət davam elədiyini göstərir. Məsələn, baxaq burada. For 5 years, 5 ildir. I have known him for 5 years. Onu 5 ildir tanıyıram. Bu nəyi göstərir? Nə qədər müddət davam elədiyini göstərir. We have lived here since 2010. Deyir, biz burada 2010-dan bəri yaşayırıq. Bu hərəkətin başlanğıcını göstərir deyə since-dən istifadə olunur. Deməli, yoldaşlar, since haqqında bilməli olduğunuz nədir? Since yeganə zaman zərfidir ki, since-də nə olur? Uzlaşma pozulur. Uzlaşmanın pozulmağı nə deməkdir? Bayaq videoda mən sizə dedim ki, normalda indiki ilə və yaxud da gələcəklə uzlaşır, keçmişdə keçmişlə uzlaşır. Amma since yeganə zaman zərfidir ki, bu uzlaşmanı pozur. Since-dən sonra həmişə zaman olaraq istifadə edəcəksiniz keçmiş sadə zamandan. Since-dən əvvəl ya indiki bitmiş, ya da keçmiş bitmiş. Baxın, özündən sonra keçmiş sadə gəlir, amma özündən sonra indiki bitmişdən də istifadə edə bilir. Məsələn, I haven't seen him since I entered the university. Since-dən sonra dedik həmişə gəlir keçmiş sadə. Universitetə girəndən bəri onu görməmişəm. Və yaxud da since ortada işlənib. I sold the house. Özündən sonra nə gəldi? Keçmiş sadə zaman. Bu həmişə belədir. Evi satandan bəri. We have inhabited here. Biz burada məskunlaşmışıq. Özündən sonra gəldi keçmiş sadə zaman. Özündən əvvəl gəldi, indiki bitmiş zaman. Since haqqında bilməli olduğunuz budur. Bir də uşaqlar, əgər since bu şəkildə görsəz, since then, ever since, so far, up to now şəklində görsəz, since-dən sonra ya gəlir indiki bitmiş, ya da gəlir indiki bitmiş davam edici zaman. Normalda dedik ki, since təklikdə işlənəndə, özündən sonra həmişə keçmiş sadə zaman gəlir. Amma bu birləşmələr şəklində işlənəndə ya indiki bitmiş gələcək, ya da indiki bitmiş davam edici gələcək. Bir də burada var bizdə keçmiş bitmiş zaman. Keçmiş bitmiş zaman yenə nə ilə fərqlənəcək? Həfəzin əvəzinə olacaq had. Ümumiyyətcə yoldaşlar, deyimdə keçmiş bitmişlə indiki bitmiş arasında artıq demək olar ki, fərq qoyulmur. İndiki bitmiş davam edicidir, keçmiş bitmiş davam edicidir. Bunlar arasında fərq qoyulmur. Keçmiş bitmiş də nəyi bildirir? Keçmişdə olub bitən, nəticəsində keçmişdə qalan hadisələri göstərmək üçün istifadə olunur. Məsələn, the team had won the game. Deyir, komanda yarışda qalib gəldi. They were very happy. Onların qalib gəlməyi olub bitib. Bu bitmiş hissədir. Amma xoşbəxt olmaqları nədir? Nəticəsi. Buna görə olur bitmiş zaman. Sualında da, inkarında da hədi keçirik cümlənin əvvəlinə. İnkarında da həddən sonra not artırıq, olur inkar. Zaman zərfləri demək olar ki, indiki bitmişdən eynidir. Already dediyi artıq, just indicə, yet hələ, ne və heç vaxt, since, for, by plus zaman bildirən sözlər var burada. Zaman bildirən sözlər də gündür, həftədir, aydır, səhər, axşam. Bunlar hamısı zaman bildirən sözlərdir. Məsələn, they had arrived at the station by 3 o'clock yesterday. Onlar deyir, stansiyaya çatmışdılar dünən saat 3-ə qədər. By plus zaman bildirən söz bu deməkdir. Və yaxud da, I had already completed the project by the end of last month. Deyir ki, keçən ayın sonuna kimi mən proyektimi bitirmişdim artıq. Nə oldu? Keçmiş sadə zaman. Keçmiş bitmiş zaman. Keçmiş olduğu da hardan bilinir? Məsələn, burada last month var. Keçən ay. Keçən ay hansı zamandır? Keçmiş zaman. Yesterday, dünən, keçmiş zaman.
Buradan bilə bilər ki, söhbət nədən gedir? Keçmiş bitmiş zamandan gedir. Bir də burada var bizdə gələcək bitmiş zaman. Gələcək bitmiş zaman yenə onlardan nə ilə fərqlənəcək? İşləndiyi köməkçi feillərlə shall, will, have plus V3 şəklində olur. Gələcəkdə müəyyən vaxta qədər bitmiş olacaq hərəkətləri göstərmək üçün istifadə olunur. Məsələn, siz indi deyirsiniz ki, mən iyulda magistra qəbul olmuş olacağam. Bu hansı zamandır? Gələcək bitmiş zaman. İndi planlayırsınız. Amma bu nə vaxt bitmiş olacaq? İyulda bitmiş olacaq. Buna görə olur nə? Gələcək bitmiş zaman. Sualın və inkarında şəli vili keçirik cümlənin əvvəlinə olur sual. İnkarında da şəldən vildən sonra not artırıq, olur inkar. Zaman zərfləri də hansılardır? By plus zaman bildirən sözlərlə düzəlir. Məsələn, birinə baxaq. By dinner tomorrow. They will have arrived at the airport by dinner tomorrow. Sabah nahara qədər onlar aeroporta çatmış olacaqlar. Və yaxud da I will have informed you of their arrival by 2 o'clock tomorrow. Sabah saat 2-yə qədər mən deyir səni onların gəlişindən xəbərdar etmiş olacağam, məlumatlandırmış olacağam. Baxın, I mübtəda, will köməkçi feil, have bitmiş zamanın göstərici, informed da nədir? V3. Mübtəda plus will, have, V3. Bu da olur gələcək bitmiş zaman. Bir də burada bizdə nə var yoldaşlar? İndiki bitmiş davam edici zaman. İndiki bitmiş davam edici zaman elə ki bitmişlə davam edicini mix eləyiblər, olub indiki bitmiş davam edici. Baxın, mübtədə plus have has. Have has bitmişdən götürüblər. Have has bir də burada been var. V1 plus ing də nəyin göstəricisi idi? Davam edicinin. Elə ki bitmişlərlə davam ediciləri birləşdiriblər, olub bitmiş davam edici zaman. Bitmiş davam edici zaman keçmişdə başlayıb davam edən və nəticəsi olan hərəkətləri göstərir. Məsələn, burada da sualı və inkarı have has köməkçi feillər vasitəsilə düzəlir. Məsələn, birinə baxaq. He has been training since morning. O deyir, səhərdən bəri məşq eləyir. Since demişdik, nə idi? Bəri. Səhərdən bəri məşq eləyir, yorğun görünür. Nəticəsi nədir? Yorğun görünmək idi. Amma başlayıb davam edən nədir? He has been training. Onun məşq eləməyi. Və yaxud da it has been living in California for 20 years. Deyir ki, o 20 ildir ki, Kaliforniyada yaşayır. 20 ildir yaşayır, hələ də yaşamaqda davam edir deyə başlayıb, amma hələ bitməyib. Bitmiş davam edici zaman. Və yaxud da it has been raining for 3 hours. 3 saatdir ki, yağış yağır. The ground is wet nədir bəs? Yer nəmdir. Bu onun nəticəsidir. Bu da keçmişdə başlayıb davam edən hissəsidir. Baxaq sualında necə olur? Sualında baxın, bu cümlənin sualında has keçir cümlənin əvvəlinə olur sual. İnkarında da necə olacaq? Has'dən sonra artıracaq not, olacaq inkar. He has not been training since morning. Keçmiş bitmiş davam edici zaman yenə nə ilə fərqlənəcək? İndikidə have has idi. Keçmişdə də dəyişib olacaq had, olacaq keçmiş bitmiş davam edici zaman. Amma demək olar ki, aralarında fərq qoyulmur. Sual və inkarını da had köməkçi feilindən düzəldirik. Məsələn, I had been waiting for 30 minutes when she came. Deyir ki, o gələndə mən 30 dəqiqə idi ki, onu gözləyirdim. Və yaxud da they had been doing an exam for 2 hours. Onlar deyir 2 saatdir ki, imtahan edirlər. They were exhausted. Bu nədir? Nəticəsidir. Onlar deyir tükənmişdilər. Bir də yoldaşlar, bir daha gəlin üstündən keçək uzlaşmaların. Dedik ki, since yeganə zaman bağlayıcısıdır ki, nəyi pozur? Uzlaşmanı pozur. Və özündən sonra həmişə nə gəlir? Keçmiş sadə zaman. Özündən əvvəl gələ bilər. İndiki bitmiş və yaxud da keçmiş bitmiş. Məsələn, since they returned back. Onlar qayıdandan bəri. Since-dən sonra nə gəldi? Keçmiş sadə zaman. They have done all the tasks. Bütün deyir tapşırıqları etmişdilər. Bu hissə nədir bəs? İndiki bitmiş zaman. Və yaxud da since he moved to urban. O deyir şəhərə gedəndən bəri. Bu tərəfi oldu həmişə, keçmiş sadə zaman. Bu tərəfi də nədir? He had worked in this company. O deyir bu şirkətdə işləmişdi. Özündən əvvəl keçmiş bitmiş, özündən sonra keçmiş sadə. Bir də baxaq aftaya. Aftadan sonra gəlir ya keçmiş bitmiş, ya da keçmiş davam edici. Özündən əvvəlinə gəlir keçmiş sadə zaman. Baxaq. After he had cleaned the room. O deyir otağı təmizləyəndən sonra nəyə başladı? İstirahət etməyə başladı. Aftadan sonra gəldi bitmiş zaman, keçmiş bitmiş zaman. Digər tərəfi nə oldu? Keçmiş sadə zaman. Afta ümumiyyətcə keçmişlərlə uzlaşdı. Yenə afta ortada işləndi tutaq ki. Özündən sonraki cümlə nədir?
budaq cümlə. Keçmiş sadə zaman özündən əvvəlinə gəlib yenə keçmiş sadə zaman, keçmiş. Deyir ki, o bütün proqramı təkrarlayandan sonra Morgan imtahandan uğurla keçdi. Hər iki tərəfdə keçmiş sadədə işləndi. Bir də yoldaşlar, burada bizdə nə var? Birləşmə şəklində olan sözlər. Hardly win, scarcely win, no sooner than, barely win. Bunların içində bir dənə no sooner-dir ki, zənlə işlənir. Qalan hamısı ilə win-lə işlənir. Ümumiyyətcə bunlarda konkret qayda var. Hardly-dir, scarcely-dir, no sooner-dir, barely-dir. Özündən sonra gəlir keçmiş bitmiş zaman. Bu when-dir, zənd olan hissədən sonra da nə gəlir? Keçmiş sadə zaman. Bu həmişə belədir, dəyişməz qaydadır. Bu necə tərcümə olur? Baxın, deyir, hardly I had finished my job when someone visited me. Hardly when. Hardly-dən sonra gəldi keçmiş bitmiş zaman. When-dən sonra gəldi keçmiş sadə zaman. Deyir ki, mən təzəcə işimi bitirmişdim ki, kimsə məni ziyarət elədi. Bu şəkildə tərcümə olunur. Bir də bizdə nə var? By the time. By the time-dan əgər sonra keçmiş sadə zaman gəlibsə, özündən əvvəl gələcək keçmiş bitmiş zaman. Amma əgər by the time-dan sonra indiki sadə gəlibsə, özündən əvvəl gələcək bitmiş zaman. Keçmiş sadə gəlibsə, keçmiş bitmiş zaman. İndiki sadə gəlibsə, gələcək bitmiş zaman. Baxaq. By the time-dan sonra gəldi keçmiş sadə zaman. O deyir gələnə qədər, çatana qədər. Deməli, digər tərəfindən olmalıdır. Keçmiş bitmiş zaman. Hər kəs yatmışdı. Və yaxud da by the time işlətdiyi ortada. Özündən sonra gəldi nə? Comes hansı zamandır? İndiki sadə zaman. Deyir, direktor gələnə qədər they will have completed the article. Will have completed hansı zamandır? Gələcək bitmiş zaman. Onlar deyir, məqaləni bitirmiş olacaqlar. Bu da oldu gələcək bitmiş zaman. İndiki ilə gələcək bitmiş, keçmişlə, keçmiş sadə ilə keçmiş bitmiş zaman. Ümumiyyətcə yoldaşlar, zamanlarda əsas baxmalı olduğunuz nədir? Baxın, bu baxdığımız bütün uzlaşmalar. Ən çox uzlaşmalar düşür zamanlardan. Ona görə çalışın ki, uzlaşmaları əzbərləyəsiniz. Ondan sonra zamanlarda heç bir problemimiz olmayacaq. Əgər yenə sualınız olsa soruşarsınız, izahdan da bu qədər. Uğurlar hər bir bizə.